oldu. Havalimanının təməli qoyulacaq bugün. Havalimanının zolağı bax arxamdakı hissədə olacaq. İndi bunu təsəvvür etmək belə çətindir. Mən hesab edirəm ki, dünya tarixində belə relyefdə bəlkə də ilk dəfə havalimanı tikilir. Bu havalimanını inşa edən Azərbaycan şirkəti olacaq və bu da çox sevindiricidir. Çünki azad edilmiş torpaqlarda əlbəttə ki, yerli şirkətlərin fəal işləməsi önəmli faktorlardan biridir. Doqquzuncu Beynəlxalq Havalimanı Laçın şəhərində bu il istifadə veriləcək. Bütün bu havalimanları istənilən ağırlıqda yük və sərnişin təyyarələrini qəbul etməyə qadirdir. Müharibədə də qələbə qazanırıq, həyatda da qələbə qazanırıq və bizi güclü edən xalqın iradəsidir, xalqın birliyi. Fəxr edirəm ki, Laçın şəhərinin mərkəzində milli bayrağımızı ucaltdım. Bu bayraq burada əbədi dalğalanacaq, biz burada əbədi yaşayacağıq. Yaşasın Laçın, yaşasın Azərbaycan.